Kiev, Real TV. Belki çime, niye de yok? Əziz valideynlər, evlatlarınızı nəzarətsiz qoymayın. Su kanalı, çay və çimərlik üçün nəzərdə tutulmamış digər su hövzələrində çimmək qəti qadağandır. Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi göstərilən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. Çimərlikdə qadağandır. Nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilas etmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq. Yadda saxlayın, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdar edici nişan və lövhələrin göstərişlərinə, xilas edicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin. Dünya dayanmır. Xəbər dünyanı dəyişdirir. Xəbərin önündə, hadisələrin mərkəzindəyik. Azərbaycan hadisələrin mərkəzidir. Siyasi masada, iqtisadi arenada, qlobal zirvələrdə hər addım, hər qərar, hər uğur bizimdir. Biz hadisələrin mərkəzində, xəbərin önündəyik. Biz xəbərin
özüyük. Real xəbər. Əmək müqaviləsi bağlanarkən işçinin əməyin mühafizəsi hüququna təminatları. Əmək müqaviləsinin bağlanması şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. İşə götürən işçinin sağlam və təhlükəsiz əmək şəraitində təminat verməsi barədə öhdəliyi göstərməlidir. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə, bunun ehtimal olunan müddəti barədə işə götürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra isə işçiyə əvvəlki orta əmək haqqı saxlanmaq şərti ilə başqa iş verilməlidir.